maraqlı bir şey de var. O ikinci beytdə bütün demek Teymur müəllim çaplarda bu diyeceğim beytdə bir misrak var. Biz bunu vaxtından söhbət eləmişik. Mən ölsəm sən büyütü şən, gül, sürahi, eyləmə qülüqü. Nə qülüqü? Qülüqülü badə. Nə badə? Badə-i əhmər. Burada mən ölsəm, sən büti, sonra şəngil sözü hər yerdə bitişik yazılır. Məncə burada şən sözü, bu ərəb əlifbasından irəli gələn bir şeydir, mənim fikrimə görə. Burada büti şən, büti şəndən sonra vergül olmalıdır. Sonra gül, sonra sürahi, yenə də xitabdır, eyləmə qülgül. Yəni, nə demək istəyir? Şair deyir ki, ey şən gözəl, büyüt-i şən. Burada büyüt, səcdə olunan, sitayiş olunan, yəni gözələ səcdə eləyir. İndi əstağfurullah, bu o bütpərəstlərin bütündən danışmır. Gözəllikdən sağ.